İllər ötsə də yaşlansan da çalış ruhun cavan olsun. Həyata sıfırdan başlasan da qoyma keyfin yaman olsun. Dərdi qəmi at elə, arada zarafat elə, kədərini mat elə, sən zarafat elə. Hər adamın yaşına görə sən zarafat elə. Hər yerdə başına görə sən zarafat elə. Hər adamın yaşına görə sən zarafat elə. Hər yerdə başına görə sən zarafat elə. Sən zarafat elə. Qocaldım, əziz dostlar. Bu səhnə məni qocaltdı. Bugün bura AT gəlib, xoş gəlmişsən. Necəsən? Nə var, nə yox? Gəl səhnəyə, əcazat. Yazıb var burada da. Orxan buradadır, bir də Orxan. Xoş gəlmişsən. Sən də xoş gəlmişsən. Necəsən, Nihat? Nə var, nə yox? Qızım buradadır, qızım gəlir, bəli. Vaxt itirmədən istəyirəm səhnəciyimizə keçeyim, əziz dostlar. Burada mövzu nədir, əziz dostlar, deyim sizə. Deməli, bu hamımızın övladı da olanlar var, övlad da olmuşuq, düzdürmü qardaşım? Evə qonaq gələn kimi nə edirik? Evə qonaq gələndə başladılar həmin uşağı ortalığa çıxardılar ki, məharətini göstər. Düzdürmü? Hə, əmilərə, xalalara, bibilərə. Baxır da indi kim var evdə? Və burada da uşaq nə olur? Tədirgin olur. Demək olar ki, günü qaralır da, belə deyək. Bu səhnəciyimiz də bununla bağlıdır. Deməli, istəyirəm gürültülü alqışlarla, pozitiv enerji ilə. Bu səhnədə mən də varam. Bir dənə. Səhnəciyimiz başlayır. Sən zarafat elə. Azarvat. Hala bunları. Evə iş yoldaşım gələcək. Hazırlıqlı olmaq lazımdır. Ona görə sizi imtahan eləyəcəm. Hər dəfə baxıram, bir peşmançılıq hissi gəlir, amma nəysə. Arvad, imtahan eləyəcəm sizi. Baxaq görə biz qonaqlığa hazırıq, yoxsa biabır olarıq mı? Məni də. İkimizi də. Arvad, yemək pişirmisən? Yerləri silmisən? Sözsə imtahandan keçdin. Ata, bu ilki suallar nə asandır, ver gəlsin. Deməli, oğlum, bax, sən bu gələn qonağın yanında bizi biabır eləməməlisən. Sən vurma cədvəlini elə bilməlisən ki, o deyirək, yuxudan duran kimi soruşanda bilməlisən. Yaxşı? Yaxşı. Arvad, iynəni ver. Neyəsən ki? Böyle göstərəcəm. Yuxu iynəsi. Ay. Yoxlamalıyam da, test. Oo. Dur, dur. 4 vur 4. Nə oldu? 18. Biabır oldu. Biabır Ata, oldu bu ya. Yuxudan duran kimi vurma cədvəlini əzbər bilmək mənim həyatımın hansı hissəsində harda mənə lazım olacaq? Ay kişi zor söz dedi. Elə bax, elə indi lazım olacaq, bugün lazım olacaq. Afərin. Hər şey təsdiqləyir. Mən Vaqifə demişəm ki, sən yuxudan duran kimi vurma cədvəlini əzbər bilirsən. Biabır elədir məni. Mən bu işdə otururam bu Vaqiflə. Vaqif başlayır öz uşağın tərifini. Mən uşağım riyaziyyatı Pifagor kimi bilir. Ay, nə bilim, fizikanı Newton kimi bilir. Mən də hirsləndim, əsəbləşdim, dedim ki, mənim də oğlum riyaziyyatı Nəsrəddin Tusi kimi bilir. Fizikanı da Lütfizadə kimi bilir. Niyə elə dedin? Bizim alimləri xarici alimlərdən nə əksikdik? Afərin. Ata, hardadılar? Danışdın, çatırlar. Bayaq zəng eləmişəm ki, hardasınız? Hə. Səs çıxartma burada. İçimdəki uşaq deyə ata. Bayaq zəng eləmişəm. Deyir ki, gəlirik, çatırıq, bir də görəm arxadan səs gəlir. Qarşıdakı döngədən 3-cü çıxışdan çıxın. Nə bilim, qarşıda radar var. Deyirəm ki, navigatorla gəlsən, yolu tanımırsan. Deyir, yox, qızımdır. Yolu navigator kimi tanıyır. Cəmaatın qızına bax, Cəmaatın uşağı belə fərasətlidir. Hə. Yoxsa bu
Sərbəst dedik ki, qoy məktəbə getsin, gəlsin. hə, Yadındadır. yadımdadır, yadımdadır. Neynəmişlərə geyib çıxmışdı. Az qalmışdı qanunsuz İran sərhədini keçsin. Hə, hər şey başa düşdü. Televizora çıxmışdı. Neynimi bir dənə döngəni səhv salmışdım da. Hə, o 28-də nə döngədi ki, səhv dönən kimi Astaradan çıxırsan? Yaxşı tanımıram da oraları ata. Yoruldum mən. Hə, yoruldun demə. Eşitsən məni. Vaqif gəlsə, Vaqifin yanında sən topa çıxsan, mən biabır olacam, başa düşdün? Sən ağıllı olmalısan. Eşitdilər məni. Yaxşı, Keç yaxşı. bu tərəfə, keç bu tərəfə, səni göstərəcəm gününü, gözlə. Görürsən bunu? Bax, əgər Vaqifin yanında məni biabır eləsən, eşitsən, bax, bu kanistri görürsən, bunun içi dolu tokdur. Tökəcəm üstümə, mənə tok vursun. Kanisterin içində benzin olmalı deyildi. Bilirsən oğlum, artıq hər kəs elektrikə keçib. Ona görə də bunun içində elektrik... Əla sosial mesajdır. Dədəm hibriddən gedəcək. Abalam olan şeydir. Gəldilər. 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 Vaqif əmi Gəl. gəl. Bax, sən gəldin. Ay, xoş gəlmisiniz, xoş gəlmisiniz. Həmişə siz gələsiniz, qızım. Hə kızım. 6 vur 4, 24. Ay maşallah kızım ha. Bak maşallah kızım. Doğrudan maşallah. Ata dedim gedək. Ay kızım, hələ indi gəlmişik. Biraz səbirli ol, hələ sənin çox potensialın var. Sonra gedərik. Aa, bu nə idi? Ay, xoş gəlmirsən sən. Sağ ol. Sağ ol, sağ ol. Bu nə də? Bizə niyə hədiyyə gətirmisən? Ayıb oldu. Qoy bura, bu sizə hədiyyə deyil bu. Nədir bu? Dedim elə, gəlirik, elə mənim bu qəşək qızımın burada hamısı bax diplomlarıdır, sertifikatlarıdır. Ondan sonra atestat, hər şeyini də yığıb gətirmişəm bura. İşə qəbula gətirdin Vaqif əmi qızı. Hə, yaxşı eləmisən, yaxşı eləmisən. Bizim də elə uşağın sənədləri, diplomları o qədər çoxdur ki, Hə. evə sıxışmadı, ambar tutdum. Hə. Nə uşaq, nə sənət. Bizim evin sənətləri var. Sökməsinlər deyənə gecə ilə damın üstünü vurdurmadın. Azarbat, yaxşı da bəsdir ki, biabır eləmə məni. Qızım, eləmə, qızım, eləmə. Bir dəqiqə qulaq as. Hə. Sən bu oğlun harda diplomalı, o nə diplomlarıdır ki? Olimpiyada üzrə dünya çempionu olub. Bir dəqiqə dayan, ha. Bu olimpiyada üzrə dünya çempionu mənim keçək qızım olub. Hə. Hə, bizimki rayon üzrə dünya çempionu olub. Bu rayonun nə dünyası var ki? Hə, bizim rayonda öz balaca dünyası var da, sən də eşit. Ay qızım, necəsən mənim balam? Var olduğumu dərk eləyirəm. Deməli yaxşıyam. Ana, fəlsəfədir, qız da öyle ya. Fəlsəfədir bu. Bu sözlər yaxşı divara yazılmalı sözlərdir. Bəli. Məncə atdı sözü. Elə belə tulladı. Bilmirik deyə sözü bizə yeritdi. Hə, mənim oğlumun da qəşəng fəlsəfə sözləri var. Düz də elə. Harada var? Çox qəşəng sözləri var. Çıx, tez ol, nəsə bitsin də. Divarda nə görmüsən denən, tez ol. Xaladelnik düzəldirəm, təmir edirəm. Usta Nərbala, Pirusmin... Ki, bizim ağzıma gələn deyirsə, onu da şey dedilər, bizim blokda yazılır, zibil atır, cəmat deyirlər, atma. Bura zibil atan öyrəsin. Sənə gəlir, sənə gəlmir. Alo. Alo. Sizi əsən milyoner olan zibilsən verilişindən narahat edirik. Buyurun. Bacınız itirilməyən məbləği qazanmaq üçün sizdən kömək istəyir. Ay, əla, xotlan, davay. B variantı. Desinlər də bir sualı. Bax, qızım, bu əsl sənin bax məqamındır. Sual versinlər, o dəqiqə cavabını verin. Gözünüzə su verin. İndi baxın, versin sualı. Eşidirik. Sual belədir. Aşağıdakı canlılardan hansının ürəyi başında yerləşir? A. Mor B. Qarışqa C. Karides D. Necə unudum mən sənin bu sözünü?
Bir dəqiqə çox üzr istəyirəm. Elə Kakraz mənim qızım da həkim olmaq istəyir. Özdə ürək həkimi ha. Ona görə qızım, bax, heç nədən utanma cavab ver. De. Ay ata, mən elə söz deməmişəm axı. Özdə, onlara nəsə olsa mən neyniyəcəm? Stent qoyacam qarışqaya. Cavab qarışqadır qızım dedi. Qarışqa. Elə qarışqa. Qarışqanın ürəyi olsaydı, qışdan yığdığı şeyi cırcıramaya verərdi də. Yazıq cırcırama acından öldü. Vaxtınız bitir. Cavabınız nədir? Amma lan bir dəqiq söz deyin də, gözləyirlər axı. Bilmirəm axı. A variantı. A variantı. Eşitdiniz? Ay kız biriniz cevap verin de. Vaxtınız bitdi. Sizin boyunuzu... Gördünüz, sizə görə bacım uduzdu. Bizə görə uduzmadı, bunlara görə uduzdu. Bir dəqiqə dayan ha, bir dəqiqə dayan. Siz nə deyə bilirsiniz ki, mənim qızım savadsızdır, nədir? Qızım bir atım qabağa gəl. Diqqətlə baxın, görün qızım nələri bilir. Qızım bir dənə təsəvvür elə ki, sənə qurban olar ata, gedin qurban. Bax, elə bir ki, maşın A nöqtəsindən B nöqtəsinə gedir. A nöqtəsi ilə B nöqtəsinin arasında olan məsafə 20 kilometrdir. Maşın isə saatda 90 kilometr sürətlə gedir. Deməli, maşın A nöqtəsindən B nöqtəsinə neçə dəqiqə çatar? Baxın, ha, baxın, gözümüzə su verin. Ay, sağ ol qızım. 5 saata. 5 saatda da. Ya, bir dəqiqə, qızım, niyə elə çox uzun çəkdi bu get? A nöqtəsindən B nöqtəsinə demədin. Hə. Azadlıqdan Balaxanıya gedirsən, 5 saat Dərnəgüldə probkada qalır. Hə, qızımı baxayım, kəllədir, baş deyil, kəllədir. Gördünüz hardan ara dedi? Ay sənə səsə baxıram hər dəfə. Nə olub uşağıma belə... Gül kimi də, hə? Gül oxşur. Qulaq as. Mənim oğlumda hovuz məsələlərində kəllədir, əjdahadır. Bax oğlum. Hardan ya ata? Mənim heç hovuzda çimməyə plavkim yoxdur. Hadi yaxşı da sən də hamı plavki ilə çimir, biyəm, gəl bura. Qulaq as. Oğlum. Bax bu bir nasos hovuzu 3 saata doldurur. 3 nasos neçə saata doldurur? Baxır hovuz hardadır da ata? Hovuz bizim evdədir, hə? Bizim evdədirsə dolduramayacaq. Niyə? Biz günəşlidə qaldıq, günəşlidə də 12-dən sonra suları kəsirlər. Düz deyir. Malades, kəllədir, fəlsəfə. Fəlsəfə düzdür. Amma sənə qurban olsun. Mən çox üzr istəyirəm. Mənim qızımın hələ səni qurban öləli atadır. Mənim qızımın bir dənə səsi var. Mənim qızım bir dənə mahnı oxuyur. Bir dənə Əminə baxalacı mahnı oxuyur. Çıx, oxu qızım. Sənə qurban atası, oxu. Oxu. Açdı gül oyandı, her tərəf halk oyandı. Dərdimdən neçə oğlan yanar, o da qalandı. Mən güləm gülüsün, yarım heç zaman solmaz. Benim kimi gözəli belə sevməmək olmaz. Yarım sevməmək olmaz, gülüm sevməmək olmaz. Eşək, atasının ürəyi, atasının doğuşanı. Gördünüz ha, gördünüz, kızımı gördünüz. Atanın ürəyidir, ürəyi. Mənim oğlumda, oğlum, mənim oğlum, tez get qarman öyrən. Qarman öyrənir. Tez get qarman öyrən, orada qarman var, get öyrən. Bilirəm. Nədir? Bilir, qarmon çal. Sən əgər oğlum qarmon çala bilsə var ha, it olub uluyaram. Baxar. Pişik olub mi yollayaram. Baxar. Qarmon da alıblar, qalıb evdə bir iki üçdə toz basma. O da arta biləcək görənə. Müəllim, buyurun, müəllim. Buyurun, müəllim. Vaqifəmi?
Kömək eləyim. Hə, sən də hər şeyə kömək eləmə də. Hə, yaxşı, Bir tamam. də mən sizə söz deyim. Hə. Söz də arada deyirəm, amma mənim qızım var ha. Mənim qızım bir saniyədə 100 dəfə tullanır. Ta nə danışırsan? Nətəri? Tullanmasa var ha, it olub uluyaram. Köməkliyin açın bunu. Dişindən aç. Ay, 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 ay. Ay, yaxşı. Ver görüm. Ana qızım tut. Hər şey istirdim, itim olsun da, belə yox da. Bax, 100 dəfə. Qızım başla. Səni atın, səni qubban olsun. 100 dəfə başla, başla. Dərə təpə düz 100 bəsdir. Gördün? Gördünüz? Ona sən yüzdə. Mənim oğlumda Hə. 1000 dəfə salto vurur. Nədir? 1000 dəfə salto. Davay, 1000 dəfə salto. Hə. Hin, min. Toyuq düzə, hin, min. Keç görüm oyunu. Bir dəqiqə qulaq asın. Biz indi qonaq gəlmişik, təcərə bizi anlatasınız. Bu nətər toyuq düzə hin, min elə min olur. Hə, belə 100 olursa, belə də 1000 olur da. Hə? Nə olar ki? Nə olar? Özdə indi uşaq yazığında yarım salto öyrənib, gələn dəfə tam saltonu, o havada eləyə bilir, yerə düşənib, yəni o eləyə bilir. Mənim qızım var, bax, mənim bu gözəl qızım var, şeylə qurban olum mən. Mənim qızım 500-dən çox dil bilir. Ata dəlisin mən onu tutmuşum. Hadi bir dəqiqə deyəm, bir dəqiqə deyəm. Bax, la campare tayfası var, bir dənə o dildə deyilən bir söz. Ata mən axtarmışam bilmirəm o dildə. Gördünüz nə dedi? Başa düşdünüz siz, hardan biləsiniz, ay koyun. Laqatu fəlləqə bənə. Hardan biləsiniz? Hə, mənim də oğlumda sən nə dili? Nə? İtil dilin bilir, hürə. Vaqif əmi, sənlə pollu diyaloqa girə bilərik. Sən ula, mən hürüb. Av. Yaxşı, bax. İtləri çağırma evə, deyən görüm. Yox. Hə, mənim oğlum. Mənim oğlum dişinlə kamaz dartır. Get xaldiyyənin yanına kamaz gətir. Tez ol. Lazım deyil. Bir dəqiqə qulaq as. Dişiylə kamaz da artır, ha? Bu nədir? Mənim qızım bu saçlarıyla qatarı da artır. Qaldı ki, yanında qatar var, get gətir. Yoxdur. Ha, yoxsa da o günah sizindir, mənim deyim. Qatar alım, gərək evə. Qızım eləyir də, Mənim oğlum 20 saniyə havada qala bilir. Tamam. Necə ata, necə? Qal. 20 saniyə qal. Qal havada qal. Qal da. Havada qal. Bir daha gözlə. Hoppan, baba. Ay, özünüzü güldürürsünüz. Mənim qızım 20 saniyə nədir? Mənim qızım havada uçur. Qızım uç. Sən ateşinə qurban. Ha, qız onsuz eşsən məni köçəri quşdu. Uç qızım, uç. Uç sənə qurban olsun ata. Mənim oğlum. Hə. Mənim oğlum yağış yağdıra bilir. Vay, mənim də qızım qar yağdırır, ala. Davay oğlum, davay. Humanda dumba. Ay, bir dəqiqə deyən, o qar yağdırmaq mahnısı deyə siz də qaç qızım deyəm də, umanda dumqa, qar yağdır görün. Bir dəqiqə bıracaq, sən bıracaq. Yox, elə şey yoxdur, bir də bıracaq, söz deyirəm sənə. Neyini bunlar? Bunlar hansısa tayfaya qoşulacaqlar, mən sənə deyim. Sən də bezmişsən, ha, bunlarla. Mən də bezmişəm. Gəl bunların başını oynayacaq. Nətər? Mən izlə, qoşul mənə. Vaqif əmi, qar ilə yağdırdım, dondum evdə, amma paltomu gətir. Bəs deyirəm, o qar mahnısıdır da, siz elə bilirsiniz ki, qar mahnısı deyil. Sənin də atan yağış duasına bütün evi sel götürdü. O, mənim atam bilsən nədir? Mənim atam əlsiz cim eləyə bilir. Nətər cim eləyir, başa? Eləyir də Vaqif əmi, inəmsin. Əsiz şunla da. Ata Vaqif əmiyə göstər, Baxım. Ata. Baxım. Ya eləmə bizi, ata. Əlsiz. Mama, atam biraz suitinə oxşadı. Elə bir sahilə çıxıb. Dur, eləyən bilsən nəyimiz almışsan yalandan. Bura bax, mənim də atam tam şpaqatda qaça bilir. Ata qaç. Nətər? Görməsəm inanmaram. Ay, mən şpaqat aça bilmirəm. Qaç, onun atası eləyir. Vaqif əmi. Ata qaç. Ay, qız bundan artıq get. Ata qaç. Ay, qızım getmir da. Ata qaç. Elə bir sirkə arxadan baxırıq. Vaqif əmi öyrədilmiş moş kimi belə elədi. Hələ mənim atam bilsən nə bilir? Sən olmasaydı gedirdin ha. Mənim atam yuxudan oyadırsan vurma cədvəlini əzbər deyir. Mama iynədən birini ver mənə. Bu iynələr nə deyə bu gəzdirirsən? Ata.
Niyə yatmadın? İynənin ucu qırıldı deyə sən yatmadın. Ha, mən telefonu paralel qoymasam yatamıram. Gərək içindəki SMS-ləri silim. Mənim atam da Bəhram Bağırzadənin səsindən Röya mahnısını oxuyur. Doğrudan? Ata, oxu. Ay mənim dinə çox iyi Ata, oxu. Narın narın yağan yağış. Mənə deyir həyatınla barış. Narın narın yağan yağış. Mənə deyir həyatınla barış. Mənim atam... Sabah xeyr. Mənim atam. Bir sən ayağı ilə qarmon sala bilir. Ata, uzan. Ata, uzan. Uzan. Qızım, daha heç nə demə. Daha heç nə demə. Corabı çıxart ata, corabı çıxart. Gəl. Corabı çıxarsam burada hamı qaçar. Gəl, yaxşı belə gəl. Təpi nədir? Gizli şeylərdən ayağından şey çalır. Məzələnirsiniz bizlə. Bəli. Yoxsa başa düşmə, biz də bəzələnirdiniz qızım. Ayıbdır, hə, biz ağsaqqalam, mən deyəcəm məzələnir. Ayıbdır, ha qızım. Ata, məzələnmək deyəndə ki, siz bizlə məzələnirsiniz. Elə harada qonaqlıq olur, bizi verirsiniz qabağa ki, oğlum bunu eləyə bilir, qızım bunu eləyə bilir. Bezmişik, biz belə yaşamaq istəmirik axı. Mənə o qədər əmiləri söydürmürsən, əmilər gələndə üzünə baxamıram, utanıram. Özdə siz bizim uğurumuza sevinirsiniz, uğursuzluğumuzu da öz üstünüzə götürmürsünüz. Biz hər şeyi çox mükəmməl dərəcədə əzbərləyib, yadımdan çıxdı söz. Özdə biz hər şeyi mükəmməl dərəcədə bilməli deyilik, nöqtə. Düzdür. Ata bax, mən riyaziyyatda vurma cədvəlini bilmirəm. Mən malbaş deyirsən, amma mən görsən nə qəşək qarmonda ifa eləyə bilməm. Neyisəni mənə yüklüyüb bütün sahələri bilim. Bir dənə qarmonun dalınca getsəm, bəlkə mən sənətkar olacam. Qoy olum da. Ata, sən də mənim həkim olmağını istəyirsən, amma mən incəsənət sahəsini daha çox sevirəm. İcazə versə o yana gedərdim, çox da yaxşı iş görərdim, uğurlu da olardım. 5 vur 5'in 5. 5 vur 5'in 5. Gəl, sudurqa tutacaq bir gün səni, belə eləmə. Mənim balalarım, siz də düz deyirsiniz, amma yadınızdan çıxartmayın ki, atalarınız sizi çox istəyir. Hər bir valideyn çalışır, vuruşur ki, balasının gələcəyi xoşbəxt olsun. Bunu yadınızdan çıxartmayın. Arvad, Can. zor dedin ha. Malades. Gördün ha? Mən arvad necə danışır. Dayan, indi mən arvadı gətirməmişəm deyirəmsə, mənim arvadım deyə bilmir. Hal-hazırda 1-0-dur. 1-0-dır, ondan sonra belə eləyirik, xahiş edirəm, qatmayın aləm bir-birinə. Gedirik bu dəqiqə bizə, ikinci raundu biz də başlayırıq. Və salam, gör başımıza nə oynatacam qızım. Şu arvad hazırlaş gedirik davaya. Ata, iynələri də götürək. İnə neysən hə? Onun mamasını yatızdırıb vurma cədvəlini soruşacaq. Hə, kes. Sən zarafat elə. Necə idi? Bəyəndiniz skeçi? Evli cütlüklər kimlərdir? Bir əlini qaldırsın. Siz, Allah xoşbəxt biləsin. Başqa sən, hanı yoldaşın yoxdur, tək gəlmişsin. Siz də evlisiniz. Nəyə görə bunu soruşuram? İndi növbəti skeçdə bizim mövzumuz tam olaraq bununla bağlıdır. Ailə ilə bağlıdır. Amma burada belə kiçicik bir nüans var. Gəlin təsəvvür eləyək ki, bir robot icad ediblər. Və bu robot anadır, yəni ana robot. Yəni kişi üçün qadın, uşaqlar üçün ana. Yəni günlərin bir günü ailəyə ana robot gəlsə necə olardı? Alqışlarınızla skeçimizə başlayırıq. Sən zarafat elə. Deyirəm ki, bütün günü bu pol ağacı əlimdə, sağa gedirəm, sola gedirəm. Ora gedirəm, bura gedirəm. Elə bil ki, anamanın işçisiyəm. Min axtarıram. Bu nə də? Biri deyir çay ver, biri deyir çörək ver, biri deyir paltarımı yu, biri deyir paltarımı ütülə. Bu nə yaşayışdır mən yaşayıram? Heyif deyildi. Atamın evində. Atama çay verirdim. Atamın paltarını yurdum. Atama yemək pişirirdim. Bir dəqiqəyi. Orada da atamın işçisi olmuşam ki. Bursa indi elə bir ki 5 bankdan kredit götürmüşəm, bir yerə ödəyirəm. Mama, ay mama. Orada da yaxın gəlmə.
Polu silmişəm. Ay qız. Ayağını izə qalar yaxın gəlmə. Ya nə qarırsan, nədir? Elə bir Rambo kinosu çəksən sən evdə. Yox, mən niyə kino çəkirəm ki? Daha dərd çəkirəm, əzab çəkirəm, zülüm çəkirəm, əziyyət çəkirəm. Ha, belə çəkənsən sən can. Bunu bir dənə çək görüm nə qədərdir. Bazarda anlatmayıblar məni. Bax gör. 6 kilo 352 qram. 7 kilo adına satıblar mı sənə? Ay, sən öl düz deyir. Maman düz deyir. Ha, bu yeriyən tərəzidir. Bilir də mən. Arvad, mən neçə kilo olaram? 75 kilo. Amma maaş alanda 100 kilo. Maaş alanda gözümə ağır gəlirsən. Hadi sən canı bəsdir qoy bunu kuxuya qoyum. Nədir? Formamı verdi, mən futbola getməliyəm. Yemək yemisən? Mama, yemək yedim, futbol oynaya bilmirəm də. Yuxarı turnulandan qarnım mənə aşağı çəkir. Yüngül yeməkdir, yeri get atışdır, sonra gedərsən. Nə pişirmisən? Şirəli dana. Mama, qarnımda dana ilə futbol oynayayım mən. Ay uşaq, mən sənə hamilə olanda qarnımda uşaqla hoqqa verirdim, Çıxırdım, pərdə asırdım, düşürdüm, palas çırpırdım, gedirdim, divan sürüyürdüm. Ona görə mən travma ilə dünyaya gəlmişəm də. Mən dünyaya gələndə qulağımın biri yox idi. Mən futbol oynamaq istəyirəm. Belə olmur axı. Get qapıda dur. Qol vurmaq istəyirəm axı. Öz qapıma vur. Elə şey olur ay mama. Futbol deyə bu. Bircə mən deyənlər olmur. Bircə mən deyənlər olmur. Nətər olur ki o? Bilsəydim sənin əvəzində şirəli dana doğardım. İndi malum baqatı menyumuz var idi. Ay qız, şeylə mənim o hamam sumkamı yığ. Rəsul aşağıda gözləyir, uşaqlarla hamama gedirik biz. Bir dəqiqə dayan, Bu evdə olan hamama niyə gedəsən? Mən deyirəm qızlara, qızlar, yığışın şampunlarınızı da, əlcəklərinizi də gətirin, gedirik xunaya qab yumağa. Az indi mən nağarım, xalqın kişilərini gətirib bizim hamamda çimək. Bəlkə sən də gəlib kisəliyəsən. Oy. Başış Bədbaz. Oğlumu tək görübsən? Mama, cavabını versən, cavabının öhdəsindən sən gəlirsən. Onun anası hələ ölməyib, ha? Heç bir müddət ölənə də oxşamır. Nə deyirsən orada dodağın altında? Heç zat qaynana, deyirəm xoş gəlmisən. Sağ ol. Həmişə də sən gələsən. Sağ ol. Amma bu dəfə tək gəlməmişəm. Nağarmısan yenə? Sizə sürprizim var. Get oğul. Nədir nənə? Baxı gör. Nənəniz nə hədiyyə eləyir sizə? Mama, Hacı. bu nədir? Robot. Sağ ol nənə. Nə robot deyə bu? Bu robotdur da nə? Baxın. Bu həmi toz soranlayır evi. Həmi qav yuyur. Həmi paltar yuyur. Ay mama, ondan evdə var idi da. Ana. Deyil. Hə, Namik. Yəni mən toz soranam, paltar yuyanam, qab yuyanam. Bəli. Namik, mamana denən aparsın bunu. O ne paramaz? Ay, aparıb eləməz. Bir dəqiqə gözlə görüm, elə bunun nə funksiyaları var. Bu, bəlkə sərf eləyir, amma bir dəqiqə gözlə görüm. Nə yazdı bə burada? Deyilmir, deyim. Ay mama, elə deyilmirsə, eşidirsən məni. Başqa işlə lazımdır. Qoy qalsın evdə. Yaxşı, yaxşı. Nətər bəslət. Başa düşmədim, Namik. Yəni, sən deyirsən mən deyinirəm yanı. Bəli. Elə oldu. Elə oldu yox, elədir. Yaxşı, nə olar? Mən gedərəm, bundan sonra o robot sizin yeməyinizi də pişirər, paltarınızı da yuyar, hər işinizi də o eləyər. Mən deyinirmişəm. Mənim deyinməyə vaxtım var, paltar yox, qab yox, yemək ver, çörək ver. Bunlara baxırsan. Ay mama, eşidirsən bəli, narahat olma. Bir saata fırlanıb gələcək. Niyə bala, sənsiz qalanmır bir saat? Ay yox, bir də çox bəd xəşdir. Bütün kartları bloklamışam. İndi gedib belə fırlanacaq, gələcək, dolacaq, gələcək. Sana dedim, vaxtında ipini vermə əlinə. Mama, görün bir dənə bunun başqa nə... Quftalı görün, burada knopkası var. Oynama ondan, oyuncaq deyil. O elə bil bunun içində bir dənə bu Pərviz Bülbülə yüklüyüblər. Salam. Mətbəx hardadır? Ay da, ay ana, ay oğul görsən, gələn kimi. Birbaşa öz yerini bilir haradır. Gəl damca mətbəx buradadır, gəl. Bundan vink səslə çıxmalıydı, mama. O təzə nəsillərdə belə şey olur. Baba, belə keç. Bax, mətbəx, bax, buradır. Əla. Ay, buna qar ya orada. Ay mama, çatan kimi bir iş görür, gəl görəsən. Görüm nə iş görür, Buna qar da.
Qabları yudum, dolma pükdüm, pirog pişirdim. Gördüm mətbəx çox balacadır. Balkonla mətbəxin arasını açdım. Bir dəqiq qulaq as, ay robot. Sən bunları bu bir dəqiqənin içində bu nətər elədin bunların hamısını? Ay, ağlın getməsin, niyə arvadına? Bu son nəsildir, o pasliyetlidir, qalıb orada. Bu 2025-26'dır, nədir ondan da heç çıxmayıb, yarısı da qalıb orada, Allah bilir. Anan alıbdan bunu, gör nətər funksiyası verəydi məni qını ya, bir dəqiqənin içində nələr eləyir. Ay, sən də nəsə ürəyindən keçirsə denə. Mənim dərslərimi edə bilərsən, hə? Əlbəttə, amma mənə 6 saat vaxt lazımdır. Bu boyda dolmanı, kuxnanı yıxırsan, bir dəqiqə edirsən. Mənim dərslərimi niyə 6 saata? Məktəbdə dərs fənləri çox ağırdır. Onu robot da həll edə bilmir. Ay dədəm. İndi robot bir dənə söz deyim. Mən indi arada olur da indi dostlarla axşam bir domino oynamaq istəyirik. Buna necə baxırsan? Olar, boş vaxtlarınızda dostlarınızla vaxt keçirtmək sizin ən təbii haqqınızdır. Vay baba, baba. Bu robotu bu sözdən sonra öpməyəsən, neyniyəsən? Nə oldu? Ay mama. Elə bil o ilk baxışdan məhəbbət deyirləri. Bundan elə bir enerji aldım, değil mi? İlk öpüşdə elektrik aldı. Mən hər dəqiqə futbol oynamaq istəyirəm. Düz edirsən, idman sağlamlıqdır. Ya da evdən çölə çıxmaq istəmirəm. Düz edirsən, nə var çöldə? Nə yaxşı, nə qəşəng. Nə deyirəm, hə deyir. Gedirəm mən futbol oynamağa. Ged oynaya oğul, sən ged. Bana bax, indi mən sana ağzımdan çıxanı desəm, atana anana qaçsam, anana atana qaçsam, eve şey gül kimi deləsən, gənə gəlib oradan bir şey tapıb desəm, təpəqə dəysin, sən yığışdırdığını. Mənə nə dəsən? Düz deyirsiniz, yəqin bir bildiyiniz var. Buna bax, heç də deyir bana can. Üzvə qayıtmır, ama üzvə qayıtmır ki, saçlayasan onu. Nətər yəni, elə şey mi var? Ay robot. Ay, Nazim, gəl gedək hamama. Ay, Rəsul. Bu nədir? Ay, bir dəqiqə sakit dur bu. Anam evə robot alıb, başa düşdüm, sakit dur, xahiş edirəm. Bura gəl. Soruş gör, padrugası var. Əlimin dalı ilə ağzının üstündən vuracam indi bir dənə. Evin tək robotu deyə o. Bir müddət sonra şarjım bitəcək. Bir dənə çəkil onu aparım, pirmiskə eləyim. Nə pirmitskə, bu deyilən nə görür, ver aparım. Bir dəqiqə dayan da. Pirmitskə eləyir. Eşidirsən məni? Buna bax. Oyda, bu nədir? Nətən nədir? Robot bir dəqiqə dolma hazırlayıb. Ver də. Ala dadına bax. Özdə mənim sevdiyim da yarpaq dolmasıdır. Gəl, mən də baxım dadına görüm. Sənin robot zatla lənət. Bu nə? Bu nə dolmadı, ha? Hə? Bu nə dolmadı? Sən əlinin duzu yoxdur, elə zikkum eləmirsən bunu, dum duzludur. Robotların əlinin duzu olmur. Olmur? Bə nə olur görəsən, ay mama? Bax, əgər sən bu yeməkləri də bütün ömrün boyu belə pişirəsənsə, da heç zat. Mən orada sana bir ulduz verəcəm. Mən ona görə deyirəm, day mama. Evdə mütləq bir dənə deyilən arvad olmalıdır. Vəssalam ki, tamam. Bu deyinmir, bir şey eləmir. Nəyimə lazımdır, bu mənim. Amma yox, nəsə bunu biraz qurtalamaq lazımdır. Mən qurtalayaq da mama, qurtala. Ödə bilək, mən belə qurtalayım belindən. Çəkil, mən qurtalayım da. Hə, sən barmağı çək o elə. Çəkil, mən qurtalayım. Mama, eşitsən məni. Mən bax, belə baxıram ki, çox uzatmayacam. Mən hiss eləyirəm ki, daha bu robot səsini çıxartır, bir şey eləmir. Mənim arvadımdan ötürü burnumun ucu göynəyir. Vəssalam, qurtardı. Ay canım. Vay, lağarsana. Burun ucu göynəmə müalicəsi edirəm. Bu. Sən qələt eləyirsən az, əldə qayırma. Oğul doğmuşam ki, burnunu mıncıqlaşdırasan. Hə, cavab ver indi. Hə? Üzr istəyirəm. Bu üzr istəyirəm amma. Nətər üzr istəyirsən? Ay, çön, bana bir çön. Sən birini de, mən beşini de. De. Sen oradan danış, mən də gövercimi almayayım, gördüm sən orada cadu puteliyim, 3-5 gün pasteldən qalxanmayasan. Siz nə haqda istəyirsiniz, mən o haqda danışım. Ay baba, bu cüz heç deyləmir. Məni bağışlayın, mən bunu yolacam. Ay baba, təşəkkür ama. Ay baba, onsuz sən bateriyan qutarı be. Sən buna biraz da enerji gəlsə, sən özün sönəsən. Bəs də yekərvatsan, qutar da. Kanalımıza xoş gəldiniz. Retro verilişində sizləri xoş gördük. Ay, motoka bir düzəlsin. Ay mama, gözlə görəm.
teatrında keçirilən güləş oyunu 60 kiloqramdan başa çatdı. Təzdən elə mama televizor oldu. Az yolarım səni. Ay baba, bir de getmə üstünə. Bir de sen ona dəysən mama. Elə bil ki, biz hələ də televizoru bir dəfəlik söndürəcəyik. Mən salam tutamam. Belə şey bular. Nirviləndi mi təmiz? Birini deyirəm, beşini demir. Denədən, anama nəsə denəndə. Dilləndirmirdim mən, dilləşirdim. Ne oldu ha? Ay mama, futbol oynayanda yıkıldım. Dolmadan Ay geyri. baba, ha bir dakika kulak ası ya. Sen ne gündəsən ha? Ha robot bir dənə tez bax gör uşağa nə olub, bir dənə tez ol. Bax gör. Kül eləyir, nə qarır ha bu? Külü qor təpəsində elə bir. Zədələnib. Biz də görürük. Oyunun videosu varsa vara baxmaq lazımdır. Ata, var nə deyə anam olsa indi sarmışdı. Sən anan demədi ki, getmə futbola, ha? Ola bilər, anam sənə deyir ki, o Hinduşka rəsulundan görüşmə. Sən sözünə qulaq asırsan. Tuğba sən. Hündüşka nədir? Qaqa, sən demir, Samiri deyir. Samirə deyir elə. Samirə niyə Hündüşka rəsul deyir? Ay, ona... Samirə niyə Hündüşka rəsul deyir? Ay, onu azdırır ki, tutmasın temanı. Başa düşdüyün, ona görə deyir də. Hal-hazırda sizə dərman resepti tədrib edirəm. İstəmirəm. Anamı istəyirəm. Anam olsa məni qucaqlayar, öpər, tatlı da dolmam, şirər. İşte məni, robot, bir dənə təcili olaraq uşağı qucaqla, ona ana sevgisi göstər. Gör nə qaçsan. Sevgi platanı çox isidir. Ona görə də funksiya çıxardılıb. 5000 pul vermişəm aparata. Ana, gördün ana, mən deyirəm də bunda nəsə çatmır, ya. Mən deyirəm bunda nəsə çatmır. Qadan qalıb. Hayf deyil, ay mama. Arvad ola evdə. Deynə. Ay, alıb, buna bax, yoxsa alıb gətirmişəm. Başına dönüm, yığ o gəlini çağır. Gözlə. Yeri görünür. Gözlə telefonumu götürüm, hə. Arvadsız, heç nə olmur, arvadsız heç nə olmur. Yemə. Çağırırım, ama gəlir. Gözlə bir dəqiqə, alo. Nədir, nə olub? Qulaq az, evə gəlmək istəmirsən? Nədir? Yeməyimizi verən yoxdur, paltarımızı yuyan yoxdur, xörək verən Bir dəqiqə dayan, ay qız. Uşaq zədələnib, ona görə deyirəm. Heç gedə bilmişəm ki, kartlarımı da bloklamısan deyə qapının ağzındayım, girəm içəri. Hə, gəl. Bununla gedib bu. Şvabra ilə. Yaşaya bilmirəm, bunsuz. Elə bil çox uzaq getmişdin axı. Mama qurban. Nə olub sənə? Yıkıldım mama futbolda. Mamaya gəlsin. Qaç gəl qucuma, qaç gəl. Dur, mamaya gəlsin. Üstündə nə ağrın bəlan var, mamaya getsin. Hara qaçsan mamanın qucağına, gör nə boydasan. Mamadır. Mama səni saxlaya bilər. Ay mama, qurban olaram sənə. Yaxşı ki qayıtdım. Mən robot zad lazımdır. Şapalağı da yeyəcəm, şirəli danağı deyib qapıda duracam. Öz qapıma qol da vuracam. Tək sən getmə. Bunun dolması da dadlıdır. Ay qız. Nə oldu? Heç nə? Getdin, rahat gəzdin, gəldin. Mən indi başa düşdüm ki, evdə dediqodusuz, evdə deyinən bir dənə arvad olmasa, o ev deyil. Nə qədər istəyirsən danış, səhərdən axşama qədər zəvzə. Sənin o danışan dilinə qurban olaram mən. Nə edirsən elə bundan sonra? Nə desən, baş üstə deyəcəm sənə. Vəssalam. PlayStation-dan da əvəz eləyə bilməyəsən? Yox, PlayStation-ı xahiş edirəm, qatma ora. PlayStation başqadır, sən başqasan. Vəssalam, onu qatmaya xahiş edirəm. Ağız. Üzüm ölüm, sən olmayanda burada yerin göstərirdi. Amma sana bir söz deyim mi? Mən nə qaçsam da bu dilimi saxlayamaram. Sana söz soxmağı saxlayamaram. Amma bax bu oğlumun, bu nəvəmin canından dostsun. Onların xətrinə görə sana cadu pit eləməyəcəm. Ya da eləsəm də eləyəcəm, uzaq başı bir gün yatarsan pasteldə, da bəsdir ondan artıq heç nə eləyəm. Ya, bəyənə. Bax. Sonra deyirlər ki, deyinirsən. 5-10 dəqiqə evdə olmadım, uşağın düşdüyü vəziyyətə bax. Dur gəl. Sənin dilivə qurban olaram mən. Mən deyincənəm, gəl gedək. Sənin dilivə qurban. Bax, ona danış. Allah bilir, mətbəxdə də qablar alt-alta, üst-üstə yığılıb hamısı indi. Kef elə, nə qədər ürəyin istəyir danış. Bax, danışa da getməyə xoşda, hə, Rəsul. Da bundan sonra var, eşitirsən qaqam. Bu dəqiqə hamama getməyin əsl vaxtıdır, qardaşlar. Sənəli niyə orada gəldin? Namik, ayaqlı sındır, otur evdə. Hamama nəyə gedirsən? O Hinduşka restoranından geçsin, xarabasında kimsə.
Rəsul, nəyə deyirsən and için ki Samirə deyirlər? Bəs bu Samirə niyə Hinduşka Rəsul deyirlər? Ay, mən bilmirəm də, mən də onu soruşuram demirlər cavabımı, amma bir dənə səndən xahiş eləyəcəm. Gəl bir dənə gedək, o gəlinivə 2-3 dənə söz sox, onun saçları yol, onu sən həyata başa sox. Görməz, niyə bu Rəsula hinduşka deyirsiniz? Keç mama, keç, ay keç, bura gəl. Şarjım bitdi. Aparım Zaratikaya qoymaya bunu, gəl. Sən zarafat elə. İllər ötsə də yaşlansan da çalış ruhun cavan olsun. Həyata sıfırdan başlasan da qoyma keyfin yaman olsun. Dərdi qəmi at elə. Arada zarafat elə. Kədərini mat elə. Sən zarafat elə. Hər adamın yaşına görə sən zarafat elə. Hər yerdə başına görə sən zarafat elə. Hər adamın yaşına görə sən zarafat elə. Hər yerdə başına görə sən zarafat elə.